Hər birinizə salam, kanalımın əziz və dəyərli izləyiciləri. Kanalıma və yeni videoma xoş gəlmisiniz. Ağ tut bəhməzi necə hazırlanır? Həmin görüntüləri sizlərlə paylaşmaq istəyirəm. Tutu dərdikdən sonra təmiz yuyursan, təmizləyib yuyursan, daha sonra 10 dəqiqə və 20 dəqiqə qaynadırsan. Qaynatdıktan sonra həmən suyu süzürsən. Meyvəsini isə bir dənə un şokuna tökürsən və üzərinə daş qoyursan. Üzərinə bir dənə daş qoyursan, həmən o sularda süzülür belə. Yenidən salam qızlar. Mən tut dərdim həyətdən. Nənəmcin həyətindən daha doğrusu. İndi bundan doşab eləyəcəm, tut doşabı. İndi bunu əlimlə əzəcəm belə. Sonra qoyacam 20 dəqiqəyə, 10 dəqiqə biraz qaynayacaq. Sonra suyunu süzəcəm. Daha sonra bunu qaynadacağım 20 dəqiqə və 10 dəqiqə belə. Ondan sonra suyunu süzəcəm. Sonra qoyacam xaldenika qızğırmasın. Ondan sonra bu qalan tutları un şoxun içine tökəcəm. Üzerine de bir dənə daş qoyacam. Qabın içində süzüləcək. Həmin ondan olan suları da üzerine əlavə edəcəm. Qoyacam pişməyə. Ondan sonra pişib olacaq doşab. Doşab da doşabımız daha pişib, az qalıb. Biraz da qaynasın. Biraz da pişsin. Götürürəm. Belə bir xətt çəkirsən. Bu birləşmirsə, demək pişib. Artıq pişib. Keçən dəfə hazırladığım doşab belə oldu. Ama dadı həqiqətən çox gözəl alınıb.